Əziz dostlar, izləyicilər, sizi salamlayıram. Hər vaxtınız xeyir olsun. Gününüz uğurlu olsun. 21 mart 2026-cı il səhər saat 9-dur. Bayramınız bir daha mübarək olsun. Həm Ramazan, həm Novruz bayramınız. Dünənki qısa videomda bu oteldən bayram təbrik eləmişdim və demişdim ki, sabah ya da o birisi gün otelin tam videosunu göstərəcəm. Hal-hazırda otelin önündəyəm. Bura Royal Taj Mahal adlanır. İndi içəri daxil olub oteli hər tərəfə baxacağıq. Bu gördüyünüz ərazilər hamısı otelə aiddir. Bu tərəflərdə Aquapark, Luna Park hal-hazırda çalışmır, bağlıdır. Birbaşa otelin içindən aşağıdan yeraltı keçiddən o əraziyə çıxırıq. Və otel böyükdür, dənizə sıfır yerləşir. İndi hamısını göstərəcəm. Məndən arxa tərəfdə otelin parkingi də var. Maşınları bura park edə bilirsiniz və otelə giriş edirsiniz. İndi otelə daxil olacağıq. Royal Taj Mahal adından da göründüyü kimi Hindistandan bəhrələnib, Taj Mahaldan ona bənzədilib. İçinin ornamentləri olsun, otaqlar olsun, dış görünüşü olsun, yəni hər tərəfli olaraq Taj Mahaldan əsənlənərək inşa edilib. Yəni Taj Mahaldan ilhamlanaraq tikilmiş bir oteldir və Royal qrupa 4 dənə otel daxildir. Onlardan birini də elə buradan görsədim. Baxın, sol tərəfdə Dragon Otel var. Orada çox maraqlıdır, gözəl oteldir. Bir gün qismət olsa orada gələrik. Bu ərazidə 3 otelləri var, bir də Lara'da. Antalya Lara'da böyük otelləri var. Biz isə 2 günlük Royal Taj Mahaldayıq. Bayramı qeyd eləmək üçün və fürsətdən istifadə edib oteli sizə təqdim edirəm. Bəlkə kiminsə yolu düşər, gələr bu otelə. Hər yer təmizdir, gözəldir, səliqəlidir. Otel əlbəttə ki 1-2 ilin yeni oteli deyil, amma gülərüz personal, təmizlik əladır. Deməli, buradan Aquaparkı göstərəcəm və Luna Parkı. Çünki ora bağlıdır, ora daxil ola bilmirik. Bax, bu ərazilər, böyük ərazilər hamısı Aquapark, Luna Park bu otelə məxsusdur. Konum olaraq ətrafda ancaq kafelər, restoranlar, alış-veriş mərkəzləri arxadadır. Biraz yaxınlaşdırıram. Baxın necə karusellər var. Bu tərəfdə hündür kaydıraqlar, qorxalar. Orada da sezona hazırlıq işləri gedir. Oraları sezona hazırlayırlar. Çox gözəldir. Belə əziz dostlar, videomuz uzun çəkəcəksə, çox güman ki biraz uzun çəkəcək. Əsasən YouTube'dan tam videoya baxa bilərsiniz. Instagram, TikTok, Facebook və YouTube. YouTube'da tam video paylaşmaqda problem olmur. Digər səhifələrdə isə bəzən 14 dəqiqə qısa olur. Yəni uzun video götürmür. Ona görə tam videoya YouTube'dan baxa bilərsiniz. Mən isə içəri daxil oldum. İçəridə də hər yerdə Hindistan ab-havası hiss olunur. Otel böyüdür. Çalışacağım hər tərəfli sizə təqdim edeyim. Burada bayram əyləncəsi ilə əlaqədar tədbirlər olur. Sol tərəfdə böyük resepsiyon var. Merhaba, kolay gəlsin. Burada qardaşımız çalışır. Yorulmayasın, kolay gəlsin. Burada da Taj Mahal'ın belə bir böyük fotosu var. Önündə şəkil çəkdirmək üçün. Və Taj Mahal haqqında burada bilgi paylaşılıb ingilis dilində. Hər yerdə maraqlı fotozonlar, gözəl şəkil çəkdirmək üçün yerləri var. Ümumiyyətcə, otelin hər yeri gözəldir deyə istənilən yerdə şəkillər çəkə bilərsiniz, qəşəng alınacaq. İndi isə keçək qarşı tərəfə. Oteldə bir neçə dənə bar, bir neçə dənə restoran, İtalyan restoranı, Meksika mətbəxi,
balıq restoranı, Taj Mahal adlı restoran və çoxlu lobby barlar var. Bir neçə dənə havuz var. Qapalı havuz var, çox gözəl. Qapalı havuzun temperaturu çox yaxşıdır. Bu bizim üçün önəmlidir. Uşaq havuzu çox sevir. Bəzi otellərə getmişik, havuzun suyunun istiliyi bir o qədər yaxşı olmur. Üşütdürür. Ona görə buranı özəlliklə seçmişik. Qapalı havuz baxımından heç bir problem yoxdur. Baxın, içəri çox səliqəli və gözəldir. Burada belə bir böyük bar var. Hər yerdə oturmaq üçün, istirahət etmək üçün gözəl güşələr. Bayramla əlaqədar oteldə adamlar çoxdur. Otelin en güzel hissələrindən biri də buradadır, nərdivanlar. Qarşıda teras var, indi ora çıxarıq. Bizim qaldığımız blok bu blokdur, ana blok. Çox yaxşı, rahatdır. Dağ mənzərəli otağımız var. Və hər tərəfdə belə əsərlərə rast gəlinir. Burada da bilgilər filan. Hamısı Hindistana məxsus olan əsərlərdir. Burada müştərilərə turlar təklif olunur və s. Burada Moda Juveleri mağaza, qızıl zinət əşyaları satılan mağaza, butik. Bəli, otel dediyim kimi çox təmiz və səliqəlidir, fərahdır, rahatdır. Gəlib burada rahat istirahət edib stresdən uzaqlaşa bilərsiniz. Bir də buradan baxaq ən böyük çılçırağa. Və buradan çıxırıq terasaya. Bura oldu bizdə giriş hissə. İndi isə enəcəyik -1-ə və -2-yə aşağıya. Səhər-səhər çox təmiz hava var. Çox gözəl hava var. Burada olduqdan sonra insan lap Hindistanı gedib görmək istəyir. Taj Mahalı. Buradan fikir verin, hovuzlar da hər şey Hindistan ab-havasıdır, Hindistan stilində inşa olunub. Havuzlar çox böyükdür. Çox böyük hovuzlar. O tərəfdə bir hovuz var uşaqlar üçün. Burada yuxarıda bir hovuz var. Sol tərəfdə birazdan aşağı düşəndə göstərəcəm. Dəniz isə qarşıdadır. Yaxınlaşdırım.
Bəli, bura Manavgat Evrenseki Royal Taj Mahal otelidir. 5 ulduz otel. Yeməkləri mükəmməldir, çox gözəldir. Bəli, yeməkləri də niyə vurğuladım? Doğrudan da çox çeşidli yeməkləri var. Hər bir insanın yiyə biləcəyi hər şey var burada. Birazdan yeməyə də daxil olaram, oradan qısa görüntü göstərirəm. İndi isə enirik aşağı. Düşünürəm ki, bu oteli seçmək istəyənlər üçün mənim videom çox maraqlı ola bilər. Ümumiyyətcə, takipçi sayımız 19.000-ə yaxınlaşır. Buna görə hər kəsə dərin minnətdarlığımı bildirirəm. Hədəfimiz 20.000-dir. 20.000 olanda zaten ayrı video çəkib təşəkkür edəcəm. Hər kəsə həmişə olduğu kimi. Bura isə -1-dir. -1-də bizdə nələr var? Başlayaq bu tərəfdən. Burada böyük bir səhnə və axşamlar, əyləncələr, animasiyalar hamısı bu böyük ərazidə olur. Dünən axşam da öncə uşaq diskosu, uşaqları əyləndirirlər. Sonra isə canlı ifalar var idi. Qısa videolar çəkib paylaşmışam. Burada da çox rahat oturacaqlar, divanlar. Hər şey yüksək səviyyədədir. Buradan gəlirik. Qarşıda əyləncə yerləri, restoranlar var. Patisser. Burada Mumbai. Yəqin ki, restorandır bu da. Bəli, əziz dostlar, Antalya'da belə gözəl otellər çoxdur. Biz də fürsət tapdıqca belə otellərə gedirik və sizi də bu otellərlə tanış eləyirəm. Çox adamlar soruşurlar, otel məsləhət istəyirlər. Mən də getdiyim yerləri dəqiq məsləhət verə bildiyim üçün həm də çəkib göstərirəm. Bura patisserdir, saat 3-ün yarısından 12-yə kimi çalışır. Böyükdür, burada səliqəlidir, qəşəngdir. Burada müxtəlif növ şirniyyatlar olur gündüz vaxtı. Bu hissədə böyük bar var bizdə və qarşıda bir neçə dənə restoran var. Hansı ki, bunlar sifarişlə çalışır və ücrətlidir. Alakart restoranlar adlanır. Biri Agra, Hindistan və Meksika mətbəxi. Bura biraz qaranlıqdır, yox. Bura La Filca Fish restoran və daha bir İtalyan mətbəxi restoranı qarşıdadır. Bu restoranların hər birinin içəriləri doğrudan da çox gözəldir. Çox gözəl stili və dizaynı var. Heyf ki, göstərə bilmirəm, yox. Gələndə özünüz görərsiniz inşallah. Bura diskodur, böyük zal, diskoteka, axşamlar çalışır. Burada uşaqlar üçün mini club və burada da game centerdir. İndi işıqlar sönlüdür, amma çox gözəldir. Axşam qısa videolar paylaşmışam buradan. Yəni, nə lazımdırsa oyun aparatları, arxa tərəfdə bilyard masaları filan, hər şey yüksək səviyyədə. Burada ücrətlidir, ekstra pulludur bura. Burada olan bütün hər şeyin üzərində çalışma saatları və çalışma prinsipləri yazılır. Saat neçədən neçə kimi, nə vaxt açıq olur. İndi isə enirəm lap aşağıya, -2-yə, həm də buradan hovuzlar olduğu tərəfə çıxacağım. Video artıq 14 dəqiqəni keçib. Çox güman daha da uzun olacaq. Tam videonu YouTube'dan izləməyi unutmayın. Deməli, burada bizdə böyük Taj Mahal restoranıdır. Hansı ki, gündə 3 dəfə yeməklər burada olur. Hal-hazırda səhər yeməyi də orada. Bu tərəfdə fitness və spa bölməsidir. Arxa tərəfdən başlasaq, burada kuaför, parikmaxer.
Gözəllik salonu. Suvenir əşyalar satılır. Burada da foto stüdyo var. Burada keçirdiyiniz anları əbədiləşdirmək istəsəniz foto stüdyo da var. Mən təklif edirəm qısa olaraq Royal Taj Mahal restoranını göstərim, sonra isə spaya, sonra həyətə çıxarıq. Çox böyük restorandır, arxa tərəfləri də var, çöldə də oturmaq olar. 2 gündür yağmurludur hava, ona görə hamı içəridə oturmağa üstünlük verir. Çox böyük yerdir. Oteldə 515 dənə nömrə var. Hər nömrəni 2 nəfərdən hesablasaq ki, daha çox olan nömrələr var, daha çox tutma olan nömrələr var. Yəni 1000-dən çox insan eyni vaxtda istirahət edə bilər. Baxın, adam çoxdur. Və burada insanları çox narahat eləmədən çıxıram. Yeməklər açıq masadır, səhər günü, orta axşam. Açıq bufe deyilir türk dilində. Çox səviyyəli yeməkləri var. Bu tərəfdə də butiklərdir. Birazdan keçəndə görərik. Bura daxil olmaq üçün spaya buradan kartınızı verirsiniz və havlu, yəni dəsmal ala bilərsiniz. Daxil olaq fitness centrə. Burada çox böyükdür. Baxın, geniş, fərah, işıqlı fitness zal. Qaçış stolaqları, lazım olan hər şey var. İndi isə giririk spa bölməsinə. Burada artıq daxil olan kimi temperatur çox yaxşıdır. Birinci daxil olub qapalı hovuzu göstərəcəm sizə. Qapalı hovuz çox gözəldir, böyükdür və ən əsası istidir. Uşaqlar çox sevirlər. Demək olar ki, qapalı hovuzdan çıxmırlar uşaqlar. Və buradan göstərəcəm qısa olaraq. Arxa tərəfdə jacuzzi var və o tərəfdə uşaq hovuzu var. Temperatur əladır. Və burada da duş. Hovuzdan çıxdıqdan sonra duş ala bilərsiniz. Kofe aparatı, sular, hər şey ücretsizdir. Yəni ücretsiz deyəndə zaten otelə giriş eləyəndə bunun pulunu ödəyirsiniz. Bu tərəfə gəldikdə sauna, çox böyük saunası var. Burada buxar odası və çox qəşəng səliqəli türk hamamı var burada. Heç kəsə olmasa göstərəcəm. Çox qəşəng səliqəli, təmiz. Yuxarıda ay ulduz. Arxa tərəfdə VIP otaqlar var. Burada da gözəl vaxt keçirtmək, istirahət etmək olar. Daha sonra isə burada relaks zonaları, masaj zonaları, masaj otaqları, soyunma geyinmə kabinləri. Gəlmişkən buralara da baxaq. Qarşıda masaj otaqlarıdır. Səhər olduğuna görə buralar sakitçilikdir. Və bu da relaks. Qəşəng sauna, hamam, havuzda üzdükdən sonra gəlib burada sakitçilikdə yata bilərsiniz və bədəniniz istirahət edib bərpa olunar. Və spanı tərk eləyək artıq. Belə əziz dostlar, bu vaxta qədər izləyirsinizsə like qoyun, təşəkkürlər.
Hamınıza minnətdaram izlədiyiniz üçün. Və burada sağda və solda müxtəlif butiklərdir. Gedirik otelin həyətinə. Otelin ərazisi də böyükdür. Hovuzlara baxıb və sonra ən son sahilə çıxacağıq. Burada böyle bir mozaika var. Çok qəşəngdir. Burada ise bütün çöldə olan ne varsa oxlarla gösterilir. Qarşı tərəfdən otelin görünüşünü göstereceğim size. Hind stilində hovuzlar sağ tərəfdə qalır. Ərazidə baxın, palma ağaçları, yaşıllıqlar, quşların səsi. Hovuzlar artıq hamısı doldurulub, şezlonglar, şəmsiyələr yerindədir. Çünki artıq Antalya'da, Alanya'da havalar 20-21 dərəcə. Bu da bizim otelin dış görünüşü, çöldən görünüşü. 2 dənə belə güllə var, minarə və 2 korpus. Bu ise ana korpustur. Bizim olduğumuz korpus burada, ama bizim otaq arxa tərəfə baxır, dağlara. Sol və sağ korpus. Hovuzları böyükdür. Burada ən xoşuma gələn, yəni otel yeni olmasa da çox təmiz və baxımlıdır. Hər yer çox səliqəlidir, hər yer. İndi yuxarıya çıxmağa çalışacağım. Oradan ətrafı göstərərəm. Və əziz dostlar, daha bir hovuz buradadır, maraqlı. Daha bir olimpik hovuzu bu tərəfdədir. Bu da böyükdür yetərincə. Buradan daha yaxşı görmək olur. Qarşıda da bir uşaq hovuzu var, balaca. Baxın o tərəfdə. Burada masa tenisi var, nagilə, qalyan, oturmaq üçün yerlər. Qarşıda oxla göstərir beach, dənizə çıxış. Burada isə Royal Taj Mahal otelinin tam olaraq nə var, harda nə var, nömrələrlə göstərilib. 40 dənə obyekt nömrələnib burada. Baxın, otelin təmizlikçiləri səhər açılandan artıq hər yeri təmizləyirlər. Bu da yayda oturmaq üçün, günəşdən qorunmaq üçün oturub səhərin yerdə istirahət edirsiniz. Qarşıda da bir neçə dənə oturmağa, sinek kafe, bar, gözləmə yeri, paxlava yeri, yəni hamısı ayrı-ayrıdır. Hər şey var. Bu isə dənizə çıxış hissədir, qapısıdır. Buradan gedəcəyik şəxsi plaja. Amma gəlmişkən bu qədər göstərdik, buranı da göstərməsi olmaz. Burada bir göz ataq gedək. Həm də buradan baxın, otel tam olaraq görsənir.
Burada da hər yer tərtəmiz təmizlənir, hazırlanır. Balaca bir körpümüz də var. Amfibar. Amfibar, pide, pizza, kofe aparatı, tost sandviç, döner, salatlar vesaire. Hamısının ayrıca bölməsi var. Orada gözləmə börək qapalı hissə. Gəlmişkən uşaq hovuzunu da göstərək. Uşaqlar çox önəmlidir. Uşaqlı ailələr. Burada açıq havada uşaq hovuzu. Buradan Drakon oteli də görmək olur. Qismət olsa bir gün orada gələrik. O da bir də qeyd edirəm, Royal qrupa daxildir. Yəni bunların sahibləri eyni şirkətdir. Eyni insanlardır. İndi keçirik arxa tərəfə. Bura heç gəlməmişəm. İlk dəfə gəlirəm. Bax, burada nə var? Burada isə səhnədir. Yəni bura öz-özlüyündə böyük bir səhnədir. Burada isə oturmağa yerlər. Yəqin ki, animasiyalar burada keçirilir. Artıq qapıdan çıxaraq oteli tərk edirik. Bu ərazilər böyük parkdır, gəzinti yeridir. Bütün otellərin qapısı buralara çıxır. Çox səliqəli, yaşıllıq bir ərazidir. Bu ərazi Evrensəkidə xalqa açıq olan gəzinti parkıdır. Tam dəqiq soruşdum, dedim bəlkə özəl adı filan var. Dedilər xalqa açıq ərazidir. Bizim çimərlik oradır. Bu da bizim Royal Taj Mahal'ın çimərliyi. İçəridə Agonda Beach Snack Bar var. Agonda adlanır. Tərtəmiz, gözəl bir voleybol meydançası. Böyük oturmaq üçün ərazi. Qəşəng balaca palma ağaçlarıdır bunlar. Yəqin ki, böyüyəcəklər. Duş bölməsi. Qum, əziz dostlar, diqqətimi çəkir. Tərtəmiz qumu var, yəni. Aydın məsələdir, bunlar hamısı üstü bağlanır yayda, kölgəli olur. Amma qum möhtəşəmdir də oradan da. Ümumiyyətcə səliqəli ərazilərdir. Hiss olunur ki, səliqə səhman var. Dənizə yaxınlaşaq. Dəniz çox dalğalıdır. Dünən çox şiddətli yağışlar yağdı. Bugün də yağış göstərir. Hava bulutludur. Bugün demək olar ki, sahildə heç səs yoxdur. Sadəcə görevlilər var. O tərəflər isə digər otellərin əraziləridir. Bu da bizim otelin kənardan görünüşü. Burada da 2 dənə it var, yatıblar. Dəniz çox gözəldir, dalğalı. Belə hörmətli dostlar, videomuz tam 30 dəqiqə çəkdi. İzlədiyiniz üçün təşəkkürlər, hamıya minnətdaram. Abunə olduğunuz üçün təşəkkürlər. Bura Antalya Manavgat ilçəsi, Evrensəki mahəlləsi və 5 ulduz Royal Taj Mahal oteli idi.
videomu yekunlaşdırıram. İnşallah növbəti videolarda görüşənədək sağ olun, var olun.